Dostlar, dünyanın gözü qabağında bugün ne bu dəqiqə İsrail Türkiyə dövlətinin məhv olması üçün əlindən gələni eləyir. Bu siz görmüşsünüz? Siz Türkiyədə çox Türkiyəli olacaqsınız. Türkiyə özü bilmir ki, onun düşməni kimdir, ona qarşı vuruşan kimdir. İsrail dövləti gözəl bilir ki, regionda onun o xəyali, o dəri, o reallıqdan uzaq planlara görə böyük İsrail planı onun qarşısında dura biləcək yeganə güc İran və Türkiyədir. Bunu İsrail gözəl bilir. Ona görə İrandan başlayıblar. İndi başa düşmədim. Siz kimə kələk gəlirsiniz ki, olan bir Türkiyə dövlətini məhv eləmək, bölməyi, parçalan neçə illərdir milyardların pul qoyublar, Kürt xalqını yolundan çıxartmaq üçün ki, Türkiyənin içindən dağıtsınlar. Bunu eləyən bir İsrail. Görəsən, sənin nəyinə aşıq olubdur ki, Azərbaycan bir Türk dövləti yaradır? Dostlar, bu təbliğatlara uymayın. Bu adamlar hamısı ifşa olmalıdır. Və sonra bir addım var, gözünüzün qabağında edirəm mən bu şeyləri ki, sonra hiss etdirməsin ki, bu yalan danışır. Atıram linki söhbət pəncərəsinə. Görürsünüz, həmin adam çıxsın, desin ki, qurmursan, yalan danışırsan, bəlkə mən doğrudan səhv deyirəm, bəlkə mən doğrudan səhv düşünürəm. Dursun sübut eləsin ki, Azərbaycan doğruda, İsrail bizi Azərbaycan dövləti qurmaq istəyir, Amerikanın bir yerdə. Mən də onunla bərabər başlayıb İranəyə vuracaq. Əziz vətənlər, bir çox dezinformasiya yayılır. Buradan da mən xahiş edirəm bizim nəzarətçilərdən bu keselerin nə bilim adı ilə adamın öz dədələrin adı deyə bilmirlər. Gəlib burada davada aparırlar. Güya ki Şah gəlib nə bilim onu oğlu gəlib Naxçıvandadır, quru qoşun hazır edən eynirlər. Özüm ona bu dezinformasiya yayınları bloklayın. Bu yalanları bizim efirdən yaymağa qoymaq olmaz qətiyyən. Xahiş edirəm sizdən. Əziz vətənlər, təbii ki, Azərbaycan ərazisindən İsrail uzun müddətli istifadə edib. Ərəbistan oruçlu bu barədə neçə bundan qabaq məlumat veribdir ki, İlham Əliyev gətirib Mossadın rəsmi adamlarını bizim dövlət təhlükəsizlik xidmətinin hansısa mərtəbədə bir mərtəbəyə verilir onlara. Azərbaycan hakimiyyəti Azərbaycanın bütün bu televiziya, nə əlaqə, telefon əlaqə sistemini, informasiya sistemini hamısını veribdir İsrailə. İlham Əliyev satıb Azərbaycan, çox da verib İsrailə.